Salam, əziz izləyicilər. Bu videoda ilin sonuna qədər maddi baxımdan ən şanslı olacaq 5 bürcdən danışacağıq. Görəsən, sizi böyük qazanc, yeni iş imkanları və gözlənilməz maliyyə uğurları gözləyirmi? Bürcünüz siyahıda varsa, sonadək izləməyi unutmayın. İndi isə ilin sonuna qədər varlanmaq şansı ən yüksək olan bürclərə keçək. Buğa. İlin sonuna qədər maddi vəziyyətində ciddi dəyişikliklər yaşana bilər. Qarşına gözləmədiyin yeni imkanları çıxa bilər. İşdə əlavə gəlir gətirən bir təklif ala bilərsən. Uzun müddətdir gözlədiyin pulun əlinə keçməsi mümkündür. Riskli qərarlardan çox hesablanmış addımlar sənə uğur gətirəcək. Xüsusilə payız aylarında maliyyə baxımından şansın güclənə bilər. Yeni iş və ya biznes fikri sənə əlavə gəlir qazandıra bilər. Ətrafındakı imkanları düzgün qiymətləndirsən, gəlirini artırmaq şansın yüksələcək. Gözlənilməz bir tanışlıq da sənə yeni qazanc qapısı aça bilər. Pulunu düzgün idarə etməyin varlanma prosesini sürətləndirəcək. İlin sonuna yaxın maddi rahatlığını daha aydın hiss edə bilərsən. Bu dövrdə əsas üstünlüyün səbrin və məqsədindən dönməməyin olacaq. Doğru seçimlər etsən, ilin sonu sənin üçün maddi baxımdan çox uğurlu tamamlana bilər. Əqrəb. Əqrəblər üçün ilin sonuna qədər maliyyə baxımından güclü bir dövr başlayır. Gözləmədiyin bir iş təklifi gəlirini əhəmiyyətli dərəcədə artıra bilər. Əvvəlcə kiçik görünən bir fürsət sonradan böyük qazanca çevrilə bilər. İş dəyişmək və ya əlavə gəlir mənbəyi yaratmaq haqqında düşünə bilərsən. Maliyyə məsələlərində intuisiyan bu dövrdə sənə kömək edə bilər. Payız aylarında pul baxımından daha çox hərəkətlilik görünür. Borc və ödənişlərini azaltmaq maddi rahatlığını artıracaq. Əlində olan imkanları düzgün istifadə etsən, gəlirində ciddi artım ola bilər. Yeni bir əməkdaşlıq da sənə böyük qazanc gətirə bilər. Xüsusilə uzun müddətli layihələrdən gəlir əldə etmək ehtimalın yüksəkdir. Qazandığın pulu qorumaq və düzgün yönəltmək vacib olacaq. İlin sonuna yaxın maddi vəziyyətində böyük fərq hiss edə bilərsən. Əqrəb üçün bu dövr varlanmaq yolunda vacib fürsətləri dəyərləndirmək zamanı olacaq. Şir. İlin sonuna qədər şirlər üçün böyük maliyyə fürsətləri gündəmə gələ bilər. Xüsusilə iş həyatında yüksəliş və daha yüksək gəlir ehtimalı artır. Sənin bacarıqlarını qiymətləndirən insanlar yeni qapılar aça bilər. Əlavə iş və ya şəxsi biznesdən gəlir əldə etmək mümkündür. Gözlənilməz bir pul xəbəri də planlarını dəyişə bilər. Payız dövründə maliyyə baxımından daha aktiv olmağın faydalı olacaq. Özünə güvənərək atacağın addımlar gələcək gəlirinin əsasını qoya bilər. Əvvəllər çətin görünən bir layihə sənə ciddi qazanc gətirə bilər. Pul qazanmaq üçün yeni sahə öyrənmək də sənin üçün uğurlu seçim olacaq. Lakin qazanc artdıqca lazımsız xərclərə diqqət etməlisən. Yığdığın və düzgün yönəltdiyin pul ilin sonunda daha böyük imkan yarada bilər. Maddi yüksəlişin mərhələli şəkildə gəlməsi daha real görünür. İlin sonuna qədər düzgün strategiya ilə varlanmaq yolunda ciddi irəliləyiş əldə edə bilərsən. Oğlaq. Oğlaqlar ilin sonuna qədər zəhmətlərinin maddi qarşılığını almağa başlaya bilərlər. İşdə yüksəliş və maaş artımı ehtimalı diqqət çəkir. Əlavə gəlir gətirəcək yeni bir fəaliyyət də gündəmə gələ bilər. Səbrlə qurduğun plan artıq nəticə verməyə başlaya bilər. Xüsusilə payız aylarında pul axınının artması mümkündür. Əvvəllər təxirə saldığın bir layihə sənə ciddi qazanc gətirə bilər. Maliyyə qərarlarında emosiyadan çox məntiqə güvənməyin sənə üstünlük verəcək. Yeni tanışlıqlar vasitəsilə biznes və iş imkanları əldə edə bilərsən. Qazancını artırmaq üçün ikinci gəlir mənbəyi yaratmaq uğurlu ola bilər. Böyük məbləğdə pul qazanmaq şansın olsa da riskləri əvvəlcədən hesablamalısan. İlin sonuna yaxın maddi baxımdan daha güvənli vəziyyətə keçə bilərsən. Uzun müddət topladığın təcrübə bu dövrdə sənə böyük üstünlük verəcək. Düzgün strategiya ilə oğlaq ilin sonuna qədər varlanmağa ən yaxın bürclərdən biri ola bilər. Dolça. Dolçalar üçün ilin sonuna qədər gözlənilməz maliyyə fürsətləri yarana bilər. Yeni iş, layihə və ya biznes ideyası gəlirlərini dəyişə bilər. Xüsusilə texnologiya və internet üzərindən qazanc imkanları diqqət çəkir. Əvvəllər gəlir gətirməyən bir fəaliyyət yenidən gündəmə gələ bilər.
Qarşına çıxan fürsəti vaxtında dəyərləndirmək böyük əhəmiyyət daşıyacaq. Payız aylarında maddi vəziyyətində nəzərə çarpacaq canlanma ola bilər. Bir dost və ya tanış sənə gəlirli bir iş imkanı təklif edə bilər. Yeni bacarıq öyrənmək gələcək qazancını əhəmiyyətli dərəcədə artıra bilər. Pul məsələsində tələskən qərarlardan uzaq durmaq lazımdır. Qazanc artdıqca yığım etməyə başlasan, ilin sonunda ciddi məbləğ toplaya bilərsən. Sənin üçün əsas uğur fərqli düşünmək və yeni imkanlardan qorxmamaq olacaq. İlin son aylarında maliyyə baxımından özünü daha rahat hiss edə bilərsən. Dolça üçün bu il varlanma yolunda yeni başlanğıcların və böyük imkanların ili ola bilər.